Salam, hər vaxtınız xeyir. Gəlin bugün birlikdə sıfırdan gündəlik danışıq üçün super praktik bir ingilis dili dialoqu quraq. Hazırsınız? Elə isə gedək. Bəli, hazırsınız? Əla. Gəlin elə indi birlikdə məşq edək. Mən deyəcəm, siz də mənim ardımca təkrar etməyə çalışın. Yaxşı? Unutmayın ki, əsas məsələ danışmaqdan çəkinməməkdir. Deməli, dialoqumuzun ilk hissəsinə başlayırıq. İlk addımımız nədir? Çox sadə bir şey, rəng haqqında sual verib cavabını almaq. Görəcəksiniz, əslində bu çox asandır. Yaxşı, gəlin ilk sualımıza baxaq. Mənə diqqətlə qulaq asın, sonra da mənimlə birlikdə təkrar edin. Sualımız belədir. What color is your shirt? Tələffüzə diqqət edək. What color is your shirt? Yəni, köynəyin nə rəngdədir? Gəlin bir dəfə də birlikdə səsləndirək. What color is your shirt? Super. Əla, bəs bu sualın cavabı necə olacaq? O da çox sadədir. Deyirik ki, my shirt is yellow. Tələffüzü isə belədir. My shirt is yellow. Yəni, köynəyim sarıdır. İndi isə gəlin belə edək. Mən sualı səsləndirim, sizsə cavabı. Hazırsınız? What color is your shirt? Gözəl. My shirt is yellow. Çox yaxşı gedir. Artıq rəngi soruşmağı öyrəndik. İndi gəlin söhbətimizi biraz da maraqlı edək və miqdarı, yəni neçə dənə olduğunu soruşaq. Görək bu necə olacaq? Miqdarı soruşmaq üçün istifadə edəcəyimiz sual isə budur. How many shirts do you have? Gəlin tələffüzə baxaq. How many shirts do you have? Bu da o deməkdir ki, sənin neçə köynəyin var? İndi isə sıra sizdədir. Gəlin birlikdə deyək. How many shirts do you have? Bu suala veriləcək ən sadə cavab belədir. I have two shirts. Tələffüz edək. I have two shirts. Mənası da bildiyimiz kimi, mənim iki köynəyim var. Fikir verdinizsə, hələlik çox sadə saxlayırıq. Sadəcə sayını deyirik. Çox yaxşı. Bəs bu cavabı biraz da rəngləndirsək, necə olar? Cəmi bircə söz əlavə etməklə cümləmizi daha məlumatlı edə bilərik. Maraqlıdır, elə deyilmi? Gəlin baxaq. Baxın, bu qədər bəsit. Sadəcə red, yəni qırmızı sözünə əlavə etdik və cavabımız dərhal daha detallı oldu. İndi cümləmiz belə səslənir. I have two red shirts. Gəlin tələffüzünə də baxaq. I have two red shirts. Mənası isə mənim iki qırmızı köynəyim var. Gördünüz? İngilis dilində cümlə qurmaq əslində bir növ konstruktor oyununa bənzəyir. Çox asandır. Və indi gəldi ən maraqlı yerə. Gəlin öyrəndiyimiz bütün bu cümlələri bir yerə yığaq və görək tam bir dialoq necə alınır. Gəlin bütün dialoqu başdan sona qədər canlandıraq. Təsəvvür edin ki, iki dost söhbət edir. Hazırsınız? Başladıq. Birinci şəxs soruşur. What color is your shirt? İkinci cavab verir. My shirt is yellow. Sonra birinci yenə soruşur. How many shirts do you have? Və cavab. I have two red shirts. Əla. Baxın, artıq tam bir dialoq qurmağı bacarırsınız. İndi isə ən vacib məqam, sıra sizdədir. Öyrəndiklərimizi dərhal tətbiq etmək lazımdır ki, yaddan çıxmasın. Yaxşı, o zaman mənim sualım birbaşa sizədir. Hazır olun. What color is your shirt? İndi dayanın və bugün öyrəndiyimiz kimi öz cavabınızı verin. Məsələn, my shirt is blue və ya my shirt is white. Bəli, bax elə bu cür. Məşq etməyə davam edin, fərqli əşyalarla, fərqli rənglərlə. Çox yaxşı işdir, afərin.